Adınız nədir öyrənmək olar? Adınızla müraciət edeyim də inşallah. Adım Elvindir. Elvin. Adım da Sabah idi inşallah. Tanışlığıma məmnun oldum. Elvin bəy, Çox gözəl. mənim sözüm hansı hissəsi sizə xoşunuza gəlmir? Dəlil, subata. Nə bilim, Ömərin nəm yaxşı nəm nəyi olub ki, nə bilim nə. Ömər İbn Xəttabın yaxşı əməli hansı olub ki? Əhsən. Yox, yaxşı olub ki demədin, deyim, yaxşı nəyisə olub ki. Hə də. Sual da yaxşı nəsə olub ki, sual vermişəm də. Yox, o sual deyil, o istehzadır. İstehza edirəm də belə. Niyə eləyirsən ki? Əhsən. Allah Teala Maidə surəsinin 3-cü ayəsində nə deyir mənim qardaşım? Qaqaşım, onun bunun şeyləri ilə danışmayın, Maidə surəsi falan. Yəni bu şeyləri başlatma da, bu şeyləri başlatma. Yaxşı, nə ilə danışım? Bu dilin... Yox, öz biliyinlə danış, öz biliyinlə danış. Öz biliyinlə, özünün oxuduğun... İslamda. Bax, qardaşım, mən kiməm ki, İslamda öz rəyimi sırıyım, mən kiməm? Bu dinin sahibi... Niyə? Özün qazandıqları ilə danış da, nə oxumursan onunla danış. Yəni ki, bax, mən oxumuşam. Sual verirəm də sənə. Bax, mən sənə sual verirəm ki, Allah-u Teala Maidə surəsinin 3-cü ayəsində nə buyur? Hə. Qurandır da bu. Sən Bildim də. Nə deməksən? De görüm, nə deməksən? Kim çatdı? Denən ki, hafizəmdə deyil, zəhmət olmasa sən dinlə və yaxud kitab yanımda deyil. Hə, mən deyim. Yox, sən mənə deyirsən ki, öz biliyinlə danış. Yəni, mən kiməm ki, mənim biliyim İslama bir şey tövhə versin. Biz əqidəni qurub dəlil axtarmırıq ki, biz dəlilə baxırıq, əqidə qururuq. Okey. İndi keçək Maidə surəsinin 3-cü ayəsi. Allah Teala Maidə surəsinin 3-cü ayəsində buyurur ki, bu dini bu cürə bəyəndim. Bu dini bu cürə bəyəndim. Və sizə İslamı verdim. Yəni Allah bu dini bəyənir, yekunlaşdırır, nöqtəni qoyur və neyinir? İslamı bəyənir ümmət üçün. Düzdürmü? Aha. Quran-ı Kərim 6236 ayəsi. Bir dənə ayəsi varmı ki, Peyğəmbərin şəhadətindən sonra nazil olsun? Hələ bir ayəmiz var. Necə yəni şəhadətindən sonra? Onu necə başa düşür? Bax, mənim qardaşım, elə bir ki, Quranda bir dənə ayə varmı ki, sual verən varmı ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin şəhadətindən sonra, ölümündən sonra, şəhidliyindən sonra nazil olsun. Elə bir Quranda ayə var? Yox. Yoxdur. Demək ki, Quranın bütün ayələri Peyğəmbərin sağlığına nazil olub, düzdürmü? Əhsən. Sizin əqidəvizə görə Peyğəmbər də özündən sonra xəlifə qoymadı. Düzdür? Aha, bizə görə xəlifəni insanlar seçir. Seçə bilər yəni. Əhsən. Bax, ayə nazil oldu Peyğəmbərin sağlığında. Bax, diqqət elə. Ayə nazil oldu Peyğəmbərin sağlığında və heç bir ayə... Maidə 3-ü deyirsən də, yəni. Maidə 3-ü deyirsən də. Bəli. İstənilən ayə. Bax, istənilən ayə Peyğəmbərin sağlığında nazil olur. Peyğəmbər sağdır, ayə nazil olub. Ayə deyir ki, bu dini üçün bu cürə bəyəndim, seçdim. Və sizə İslamı verir. Peyğəmbər də sizin etiqadınıza görə özündən sonra xəlifə qoymayıb. Əgər ki, Allah bu dini bu cürə bəyənirsə, Əbu Bəkir niyə özündən sonra xəlifə elan etdi? Axı Peyğəmbər özündən... Sən özündən fikir çıxartma da. Özündən sonra xəlifə qoymayıbsa, onda imam da qoymayıb. Düşdün? İmam qoymuyor. Yox, sən fikri səhv qurursan axı. Peyğəmbər özündən sonra xəlifəlik olmuyor. Mən sadəcə sual verim, qardaş, bu sualıma cavab verin inşallah. Bax, Cavab verirəm. Sənin qurduğun cümlə səhvdir axı. Səhvidir. Peyğəmbər qoymuyor. Necə yəni? Qardaş, Peyğəmbər, yəni zikr əhli var. Özün aranda imam seçə bilərsən, elm əhli seçə bilərsən. Yəni bu nə var ki, idarəçi seçə bilərsən. Sən güya bəyəm seçmirsən. Bilmirəm, əxbarisən, Cəfərisən, ondan sonra qərar verə bilərəm. Məsələn, Xomeyni seçməyiblər, əmir olaraq, rəhbər olaraq. Denən yox, səhvdir. Aha, yox, düzdür. Düzdür, təfsir qurarıcıdır da. Mən zaten Əli Xamneyni var, diqqət elə, mən Əli Xamneyə qarşı, yəni onun xeyrinə, leyhinə bir sözüm yoxdur. Leyhinə sözüm yoxdur. Mən söhbət əqidədən gedir mənim qardaşım, əqidədən. Bildim də, əxbarisən yoxsa Cəfərisən, onu deyə bilim də. Əxbar xəttindəyim. Əxbar xətti gözəl xəttdir, belə mən bəyənirəm əxbar xəttini. Allah razı olsun. Bilmək istəsən, şəxsi fikrimə görə mənim, yəni, bilsən necə,
Yəni o bəhsi sən öyle eləməməlisən də. Çünki bilsən niyə? Niyə? E, Artıq mənim o fikrimsə, yəni o dəfərini aşağı salır. İndi deyirsən niyə seçə bilmirlər, düzdürmü? Peyğəmbər qoymadı elə bir şey. Yaxşı, sən dəli gətirə bilərsənmi ki, Peyğəmbər aranızda seçməyin dəlili qoyub, bu ki, seçməyin aranızda, olmaz. Əhsən, bax, mənim əziz qardaşım. Mənim zaten sözüm odur ki, bizim əqidəmizə görə və etiqadımıza əsasən Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm zaten o ayənin Allah Allah. şən nüzulu, o ayənin Aha. şən nüzulu bizdə Qədirxumdadır. Yəni Qədirxum ərazisində baş verən Peyğəmbər Allah bu ayəni dedi və səhv etmirəmsə bir dənə də ayə var inşallah onu yadıma düşsün deyəcəm. Bir dənə sənə sual verim. Qədirxum deyirsən, düzdür? Sözüm tamamlayım Ha, inşallah. buyur, tamamla deyəcəm, Aha. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm ayədə 67 əhsən. Əmir el-Möminin əleyhissalamı xəlifə təyin etdi. Bu bizim əqidəmizdir. Bu bizim etiqadımızdır. Bəli. Sizə görə amma Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm özdən sonra xəlifə təyin etmədi. Əgər özdən sonra xəlifə təyin etmədisə və Allah da bu dini bu cürə bəyəndisə, nəyə görə Peyğəmbərin və Allahın bəyəndiyi dini Əbu Bəkir dəyişdi? Axı sizə görə Peyğəmbər axı xəlifə təyin etməmişdi, mənim qardaşım. Bax, sən yanlış fikirləşirsən, yanlış baxırsan. Əbu Bəkir heç nə təyin etməyib. Bax, bir də mən sənə bir şey deyim. Bitirdin sən mən öz fikrimi deyim. Buyur. Axıra kimi qulaq asın, mən narahat olma. Ay sağ ol. Deməli, bax, sən birincisi bilməlisən ki, deyirsən Qədirxum hadisəsi, düzdür? Bu bizim Qədirxumda Peyğəmbər sallallahu aleyhi və səlləm hardan gəlirdi? Məkkə ziyarətindən. Yəni həcc ziyarətindən, düzdür? Birinci və axırıncı həcc ziyarətindən gəldi, düzdür? Bəli. Ondan sonra nə qədər yaşadı? Nə qədər müddətdə yaşadı, bilirsən? O vida xütbəsi daha az yaşadı. Təqribən. Bilmirsən nə qədər yaşadı? 2 ildən 4 ilə arası. Lap deyək ki, 6 ay yaşadı. Hər nəysə, düzdür, qardaş. Aysa, sən deyirsən, bax sənə Allaha ant verirəm. Sən tam olaraq Qədirxum hadisəsini oxumusan məzmununu. Aha, oxumuşam. Peyğəmbər sallallahu aleyhi və səlləm orada xutbə verir, düzdür? Bəli. Oradakı hadisələrdən deyə bilərsən, nədən danışır Allah Rasulü? Yəni, o deyirsən, mən kumtu mövla, fəhəzə aliyyum mövla. Ondan başqa nə deyib orada? Əhsən, mən bildim sən hansı nüansı toxunmaq istəyirsən. Çünki o nüans... Yo, sən bilmirsən. Mən bilirəm sənə nə demək istəyirsən. Yox. Sən onları keç, o şablon şeyləri keç. Şablon o bəhsləri keç. Mən onu demirəm. Ümumiyyətcə, Peyğəmbər sallallahu aleyhi və səlləm Peyğəmbər sallallahu qardaşım, döyüş məsələsini ki, İmam Əli Əmir Əl-Mömin əleyhissalam bəs döyüşdə qərar verdi. O qərarla bəzi sahabələr razılaşmadı və gəlib Peyğəmbərə dedi. O hədsi demək istəyirsən? Bax, ümumən mən səndən planı soruşuram. Deməli, Qədirxumda yekun olaraq Allah Rasulü sallallahu aleyhi ve selləmi dayandıran səbəb ki, sən göstərirsən, orada əlini tanıtdırmaq edir, düzdür? Əmir Əl-Möminin xilafətinin bəli, isbatı. Ay sağ ol. Orada Allah Rasulü sallallahu aleyhi və səlləm 3 dəfə Allahumma fəşhəd dedi. Nə üçün dedi? Niyə dedi qardaşım? Mən qəşəng sordu. Niyə dedi? Sən oxumusan da denən də, deyirsən oxumuşam. Hə. Fərz edə ki bilmirəm. Aha, niyə dedi? Bəs deyirsən oxumuşam axı. Oxumuşam. Niyə dedi? Hə, mən sənə sual verirəm. Hə. Fərz edə ki bilmirəm. Hə, deyirəm ki bilmirəm. Cavab yoxdur məndə. Deyək ki bilmirəm, deyək ki, qəbul elədik, bilmirəm. Allah Rasulü sallallahu aleyhi və səlləm özünü döndərür ümmətə. Deyir ümmət, ey ümmət, sizə dini çatdırdın mı? Deyirlər, bəli, ya Rasulullah, sizə dini çatdırdın mı? Yəni, sizə din çatdı mı? Deyirlər, bəli, 3 dəfə. Sonra da deyir ki, 3 dəfə sorucu və 3 dəfə deyir, Allahumma fəşhəd, nə deməkdir? Nə deməkdir Allahumma fəşhəd? Bilmirəm. Denəndə, mən deyirəm axı bilmirəm. Allahım şahid ol. Nəyə şahid oldu Allah? Allah nəyə şahid oldu?
Allah Rasulunun dini çatdırmağına şahid oldu. Ondan sonra ümumiyyətcə sənə belə şey deyim də, kimisə gətirim qoyum ya qoymuyum, burada bilsən nə məsələsidir? Bunlar sonranın məsələsidir. Yəni görürsən Qədir Xumun mahiyyəti budur ki, Allah Rasulü sallallahu əleyhi və səlləm çatdırdı ki ümmətə, mənim çatdırdığım dində mən çatdırdım. Sonra da deyir ki, məndən sonra azğınlığa düşməyin. Mənim qoyduğum yola azı dişlərinizlə sarılın. Bu sözləri oxumamısan? Aha, Allah sonra. Rasulunun vəsiyyəti var, vəsiyyəti. Hı -hı. Sonra orada bir neçə nəfərlərin Həzrəti İmam Əliyə gireyləri var idi. Yəni qərəzləri var idi. Onları da aradan qaldırmaq üçün Allah Rasulü sallallahu əleyhi və səlləm çağırır yanına, deyir ki, bu şəxs Allah mənim dostumdur, Allah mənim dostumdur, bu da mənim dostumdur. Mənim dostuma yəni sevin deyir də, yəni ona qarşı onun hökmünə razı olun. Razılıq, yəni mutmainlik tələb edir bəzi insanlara ki, ondan o doğrulardandır. Doğruluyur Həzrət Əlini. O demək deyir ki, o da hamı Əlini sevirdi. Yəni demir amma nifrət edirlər. Yəni ola bilər ki, Həzrət Əli bir hökm eləyərdi, kimsə onunla narazı qala bilərdi. Sən nədən sizdə bunu doğru bu fikirlər ki, ya da necə ola bilər bu şeylər? Çünki sizdə məsumluq məsələsi var. Peyğəmbərdən sonra məsumluq məsələsi var. İndi mən sənə sual verirəm. 14 məsumluğa aid dəlil gətir Qur'an-ı Kərimdən və ya da Peyğəmbərin vəsiyyətində gətir ki, 14 nəfər məsum olacaq. Deyirsən, ha, yəni Peyğəmbər vəsiyyət qoymayıb deyirsən. Mən sənə qulaq astım. Əhsən, sənə qulaq astım. İndi mən də susuram, səni dinləyirəm, buyur. Əhsən, indi sən də zəhmət olmazsa sus, məni dinlə, inşallah ki, mən danışım. Birinci Peyğəmbər sallallahu aleyhi və səlləm camaat şahid olun. Nəyə şahid olun? Mən dini çatdırım. Çatdırdım dini. Yəni solid din. Sən mənə irad gətirirsən ki, mənim qardaşım, orada Əmir Əl-Mömin Əleyhisselamı özün dost seçir. Bir dənə sual verim sənə. Bax, bir dənə sual. Zaten camaat, xalq və Quranda ayə yoxdur mu? Mömin kişilər bir-birlərindən dostdular. Belə bir ayə. Üzr istəyirəm, seçmir, qardaşım. Seçir demədim mən. Sən ki, Əmir Əl-Mömin Əleyhisselamı Peyğəmbər özün dost seçir. Sadəcə bir dənə sual. Seçmir, qardaşım. Ay Bir qardaş. daha üzr istəyirəm. Qoy düzəldim də, sənin yanlış anlamağını düzəldim. Ona tutmadım. Allah'ın izniyle. Ben orada demedim ki özüne dost seçir. Ben dedim ki, deyir ki, yəni Mövla demirsiniz, yəni dost deyirsiniz, ya rəhbər deyirsiniz. Yəni oradaki verilmiş fətva var idi Allah Rasul tərəfindən. O şeyi icra etmişdi və onların nəfsinə ağır gəlmişdi. O da dedi ki, yəni o məndəndir də, qutardı getdi. Yəni ona qarşı kininiz, ədavətiniz qalmasın. Ondan sonra hətta yaxınlaşırlar. Əgər oxumursa kimi yaxınlaşırlar və onu təbrikləyirlər. Ona xeyir dua diləyirlər. Deyirlər ki, bizə artıq aydın oldu, Allah Rasulü da övdü falan. Siz onu başqa cür anlayırsınız. Gəlir hətta deyir, görmürsən sahabələr gəlir deyirlər ki, bəs səni təbrik edirik falan filan. Orada ədavət vardı, qardaş, incilik vardı. Ona görə təbrik edirlər ki, Allah Rasulü İmam Əlini düzgünlüyə çıxardır. Yəni vəli, yəni şey eləmir, başçı eləmir. Bunu anlamaq üçün bəli. Parçalanma ola bilər. Sən elə başa düşə bilərsən, mən də belə başa düşürəm. Mən bağladım. Bildim. Başqa şey, əla, əhsən. Birinci qardaşım, sözü düzəlt. Düzgünlüyə çıxartmaq o deməkdir ki, həmən şəxs düzgünlükdə olmasın. Əmir Əl-Mömin Əleyhisselam zaten düzgün idi. Peyğəmbər İmam Əleyhisselam düzgünlüyünü çıxartmır. Düzgünlüyünü ifadə edir. Mənim qardaşım, bunlar fərqli şeylərdir. Bu bir. Əslində problem yoxdur orada. Orada mən bir şey demirəm ki. İkincisi də mənim əziz qardaşım. Peyğəmbər sallallahu aleyhi və səlləm zaten ki, Əmir Əl-Mömin Əleyhisselama xatir buyurub ki, ona xitabən buyurub ki, ya Ali, səni yalnız mömin sevər, səni yalnız müxalif, münafiq düşmən olar. Bu hədisimizdə bizim şübhəmiz yoxdur. Və Ali-İmran surəsinin biz 61-ci ayəsində gətirsək məsələni, necə ki, elə ora dayanır. Deyirsə, zaten bilirlər, orada imamı bəzi istəməyən var idi, qərarlarına şübhə eləyən var idi və sər və ilaxır kimi mövzular. Mənim əziz qardaşım, Ali-İmran surəsinin 61-ci ayəsində, lənətləşmə ayəsində, zaten Peyğəmbər sallallahu aleyhi və səlləm neyinir? İmam Əli Rəssamın özünü gətirir. Hansı ayəsində? Siz özünüzü, yəni siz öz nəfsinizi, siz özünüzü gətirin. Ərəbcəsində hoşundan çıxıb hansı sözdür? O sözün cəmi nəfsindən götürülür.
Yəni siz öz nəfsinizi, biz öz nəfsimizi çağıraq. Siz özünüzü, biz özümüzü çağıraq. Orada Amir el-Möminin əleyhissalam gəlir. Yəni bu zaten lənətləşmə söhbətində ümmət görür ki, imamın, peyğəmbərin özü elə imamdır və imamın özü də zaten peyğəmbərdir mənim qardaşım. Peyğəmbər təkrarlıq eləmir. Peyğəmbər isti havada, səhrada, gün təpədən döyə-döyə, güznəbəlan gələ-gələ 110 min dil qoşun var idi da, hədis külliyyatında 110 min yazılır ki, 110 min adam vardı, 100 min adam vardı, 80 min, ən zəifi mən deyim 70 min. Ortada gecir, arkadaşlar qabağa çağırır, qabaqdakılarını arxaya səsləyir, yer təyin edir. Bəzi hədislərdə dəvələrin yəhərlərini üstünə qoyur, bəzi hədislərdə biraz təpə olan yerə çıxır və cəmaata deyir ki, ey cəmaat, əli zaten haqdır. Zaten bilirlər də haqdır. Əhsən, indi mənə bir dənə söz verirsən. Bax qardaş. Hə, burada davam edin. Bax, dövrümüzü bax o dövrü saysaq Allah Resulü sallallahu əleyhi və səlləmin dövrünü saysaq tövhid idi. Əsr-i saadət dövrü. Bax, deyirsən 100 min nəfər gəlmişdi. Düzdür? Mən də qatılıram. 100 olsun, 70 min olsun, 80 min olsun. Allahu aləm. Neçə min nəfər idi? Allah hamısını bağışlasın. Nə deyəcəm mən? Bax, ümumi, yəni insan məntiqi ilə, gənə də Allah da gənə o da məni bağışlasın, yanıla bilərəm. Çünki Allah'a sığınmalıyıq. Çünki hər bir danışığımızda Allah Subhanahu taala yazır, qeyd edir, biz qiyamət günü ona görə cavab verəcəyik. Deməli, nədir məsələ? Bax, orada ki, gəlmişlər, insanlar şahid oldular, ha. Allah Rasulunun sözlərinə, Allah Rasulunun risalətinə şahidlik elədilər, ha. Şahidlik etdikdən sonra, hansı deyirsən, ha, bu Əbu Bəkirdir, Ömərdir, o Peyğəmbərin şahidliyini pozdular. Yəni, Peyğəmbərin qoyduğu dini pozdular. Düzgün eləmədilər. Bax, bunun deyək ki, ümumilikdə 1000 nəfəri xarafdır da, yəni xaraf çıxdılar, bunlar pozdular. Bunun 100 mini gəlib, bax, bunu döymədilərmi ki? Yəni, ay kişilər, biz bunu belə görmüşük, bu belə idi. Siz neyinirsiniz? Məni düzgün Allah, ha. Yəni, ya burada ümmətin hamısı dindən çıxır. Hamısı dindən çıxır. Zaten əhl-i şiənin bir çox qaynaqlarına görə İslamda Peyğəmbərdən sonra 7 nəfərdən başqa salih insan yoxdur, qalmıyor. Bu dəlil var. İkincisi, yəni bu dövrümüzdə bir də görürsən ki, bir müəyyən haqsızlıqlar olur. O şeyə qardaş 10 nəfər şahiddirsə, ikisi orada fəsad olsa, 7-si qardaş, biz bunu belə görmüşük. Yəni İndi cavab verim inşallah mənim qardaşım. Birinci Quran-ı-Kərimdə mən sənə 20-dən çox ayə gətirərəm. Sən mənə bir dənə ayə gətir ki, çoxluq haqdır. Allah Teala ümumiyyətlə Quran-ı-Kərimdə çoxluq kütləni qınayır və onların əksəriyyəti mən çoxluq haqq demədim, qardaş. Mən çoxluq haqq demədim. İcazə ver də, Məhəmməd. İcazə ver. Sən danışanda mən ümumiyyətlə səsi bağlayıram ki, qıraqdan küləyin səsi də belə sənə mane olmasın. Zəhmət olmasa da mən danışanda sən qulaq as. Buyur. Bu birinci dəlil. İkinci dəlil budur ki, Məhəmmədcim. Amir el-Möminin əleyhissalamın sən o tarixi Təbərini, tarixi Yaqubini biraz araşdırsan, görərsən ki, Amir el-Möminin qapısına gəldilər. Amir el-Möminin əleyhissalam buyurdu ki, bugün yox, sabahları gələrsiniz. Və sabahları tək-tük adamlar var idi. Və biz həm əhl-i sünnə, həm əhl-i şiənin kitablarına, əsərlərinə baxanda görürük ki, Peyğəmbərin İmam Ali Əmir el-Möminin əleyhissalama qarşı bəyanı, xütbəsi, ona verilən əmri, Allahdan verilən əmri bu idi ki, ya Ali, sənin ətrafın 40 nəfər olmayınca sən qiyam etmə. Amir el-Möminin əleyhissalamın yanında 40 nəfər yox idi. Və sən dəlil gətirsən ki, mənə, bəs niyə Əmir el-Möminin yanında az adam var idi ki, Qədr-i-Xum hadisəsində çoxluq var idi. Niyə çoxluğun 10 dənəsi, 15 dənəsi eşitmədi? Eşidənlər var idi. Çünki elə tarixi Təbəri və tarixi Yaqubi də dəlil gətirir ki, Əbu Bəkirin də xilafətinə qarşı çıxanlar 30-dan çox, 40-dan çox, 50-dən çox şəxslər var idi, sahabələr var idi, mənim əzizim. Yəni bu dəlil zaten sizdə var. Sadəcə oxumaq lazımdır. Və mən sənə bir dənə dəlil gətirirəm ki, mənim əzizim, xəlifəni, rəhbəri, əmr verən şəxsi, xəlifətullahın mənası nədir? Əmr verən şəxs, idarə edən şəxs. Xəlifəni əmr edən şəxsi Allah seçir, yoxsa cəmaət seçir? Cəmaət seçirsə dəlil lazımdır. Allahın sesini məsələn Qurandan ayə gətirərəm. Məsəl üçün
Hə, məsəl üçün Ənam surəsinin Aça bilərəm mikrofon, danışa bilərəm qardaş. Ənam surəsinin 63-cü ayəsini oxu. Görürsən ki, Allah deyir ki, biz seçdik. Seçmək Yox, yalnız Allaha məxsusdur, mənim əzizim. Buyur inşallah. Əhsən. Bir dənə, bax indi mən usula görə, yəni mənhəcə görə deyirəm, əqidə cəhətdən deyirəm. Necə ki, sən əxbarilik var, cəfərilik var, sələfilik var. Bax, qardaş, sən deyirsən, Allaha biz burada. Deyir ya, Allah seçir. Allah seçir. Bax, burada Allaha böhtan var. Bax, Allah seçdiklərini seçib. Bax, Allah seçdiklərini seçib. Kimləri seçib? Davudu seçib, Süleymanı seçib, İbrahimi seçib, Muhammed Aleyhisselamı seçib, İsa Aleyhisselamı seçib. Bunlar açıq aydın nasdır. Nasdır bunlar. Bəs Harun? Bəs Harun? Harun. Aha. Vesaire deyirəm də, qardaş. Vesaire deyirəm də, deyirəm Harun, bəli, Harunun açıq nas var. Harun Aleyhisselam xəlifə ola bildi? Qardaş, xəlifət də zaten Musanın bölündə xəlifə idi. Xalqı idarə eləyə bildi, qardaşım? Hə? Xalqı idarə eləyə bildi? İdarə, güya belə bir şey deyim də, oradan gəlirsən. Güya Musanın dövründə azmırdılar. Əhsən də, demək ki, Allah seçdi mütləq olmur ki. Mən başqa şey deyirəm, qardaş. Azğınlaşan toplum zaten Peyğəmbər də olsa azğınlaşacaq. Yəni ondan əlavə Nuh da var idi, Lut da var idi, Salih də var idi, azırdılar. Mən başqa şey deyirəm. Söhbət insanların özgür iradə ilə özlərinə başçı seçməyindən gedir. Yəni salih başçı. Qardaş, bax, bir ümmət, ya da bir bəldə, bir toplum əgər salih olarsa, salihlikdə yəni irəliləyərsə və aralarında yəni deyək, dəlil gətirək, başqa deyirəm, şəxsi fikri demək dəlil gətirir. Dəlil fiqdədir. Hə, vaxt gedir, yəni vaxt gedir. Söz uzatma qalsa Allah'a. Dəlil qardaş fiqdədir. Necə ki sənin fikrin deyir ki, sənin mənhəcin deyir ki, qardaşım, fiqh özü əqidədən götürür. Sən birinci əqidəyə baxmalısan. Deyirəm də, onda əqidəyə gir də, qardaşım. Əqidəyə girirəm də. Əqidə deyir ki, sizdə imamı yalnız Allah seçir. Düzdür? Yəni bir seçmə var. Nəhayətində bir nəfər yalnız Allah seçir. Yəni bir nəsə də olsa da onu seçir. Yəni siz Allahla seçmisiniz. Bəli. Bəqərə 124. İbrahim imamı Allah seçdi. Ay sağ ol. Əhsən. O nasdır? Açıq-aşkar nasdır? Bəli. Siz onda bir sən nətərdir? Bu yolun tapmaq üçün axırını. İndi necə ki İbrahimi seçirsən ha. Deyirsən İbrahimi seçdi. İbrahim mən seçmədim. İbrahim zaten Allah seçmişdi. Mən səni imam etdim. Ayəni deyirəm də, qardaş, demirsən ki, seçdi, düzdür. İbrahimə nas gətirirsən. İsa'ya, Musa'ya, Davuda, Haruna nas gətirirsən, düzdür. Mən də burada sənə tələb edirəm ki, İmam Əlinin və onun 12 dənə qorulmayıb məsum. Yəni bunu qəbul edirsən də öcə. Buna açıq-aşkar nas gətir. Əhsən də. Olmayacaq. Mən gətirəcəm. Vallahi billahi gətirirəm. Sən səbr elə. Sən sadəcə bax mənim əzizim. Əmir əl-Mömin əleyhissalam sizin əqidənizə görə neçənci Rəşidi xəlifədir? Axırıncı, dördüncü. Dördüncüdür də. Demək ki, ondan əvvəlki 3-2-1-lər var da. Sən 3-2-nin biri mənə gətir ki, İmam Əli ilə dördüncüdə qalsın. Mən gətirəm. Sən Əbubəkir mən dəli gətirməlisən, mənim əzizim. Mən iddia eləmirəm, Əbubəkir Allah seçir. Sən mən düzgün başa düşmədin ha. Mən iddia eləmirəm ki, Allah seçir. Əhsən də, sən bax iddia eləyə bilmirsən. Çünki iddia yoxdur ki, Şuran bizim iddiamız yoxdur axı, qardaş. Bax, yaxşı. Amma Qur'an-ı Kərim, əhsən də, Qur'an-ı Kərim bir dənə sual verirəm. Əgər Allah seçirsə, bir dənə xahiş edirəm. Allaha məxsusdursa, İmam Əli o şuruya niyə təşrif buyurdu? Buyur ona cavab. Əhsən, mən gözüm üstə. Ümum qayda var. Bax, ümum qayda var. Əhl-i sünnədə də var, əhl-i şeydə də var. Vacibdən vacibi qabağa salmaq. Əmir əl-Möminin əleyhissalam, məsələn, o qayda bir sən izah edeyim. O qayda, məsələn, sübh namazın vaxtıdır. Sübh namazın vaxtı gün çıxanda artıq sübh namazı keçir qəzaya. Sübh namazın vaxtında görürsən ki, bir evdə bir yanğın var. Sən evdəki insanları da xilas eləməlisən, sübh namazını qılmalısan. İki vacibin qabağındasan. Hansı edəcəksən mənim əzizim? Mən insanları xilas etməyə
atıram. Çünki Əhsən. bilirsən niyə? Ən azın bax bilirsən nədir? Niyəsini demə, niyəsi mən maraqlıdır. Əsas üçün onu eləyirsən də. Yox, niyəsi yox da. Bax burada bir məsələ var. Mən ən azından insanları çağıraram. Qardaşım, qaydanı izah edirəm. Qaydanı izah eləyəndə xırdalığa önəm daşımır. Əsas qaydanı anlaya bilərsən mənim əzizim. Demək ki, sən iki vacibin ortasında qalanda daha vacibin yerinə yetirirsən. Buna da deyirlər ki, vacibdən vacibi qabağa salmaq. Bu da ümum qaydadır. Həm əhl-i sünnədə, həm əhl-i şiədə. Əmir el-Möminin əleyhissalamın vacib nə idi? Vacib o idi ki, öz qəsbini nə etsin? Tələb eləsin. Ondan daha vacibatı nə idi? Öz sağlığını saxlasın. Çünki Peyğəmbərdən İmam Ali Əmir el-Möminin əleyhissalamın nəyi vardı? Vəsiyyəti var idi. İmam Ali əleyhissalam da ümum qaydaya riayət elədi. 6 ay gəldi, məşvərətə getdi. Hətta fədək məsələsində Səhih el-Buxari, Səhih el-Müslimdə nə yazır? İkinci dəfə Əmir el-Möminin əleyhissalam Abbasla gələndə fədək məsələsini, Abbas özün istədiyini istədi, başqa şey istədi. Əmir el-Möminin də nə istədi? Fədəki istədi. Ömər nə dedi? Ey Əli, sən məni və Əbu Bəkiri yalancı, kəzzab, münafiq saydın. Bunlar keçir də. Əmir el-Möminin zaten onlarla düşməni idi. Necə ki, Şıqqiyyə xütbəsində. Bax qulaq as. Ora Xütbələrdəki 13-cü xütbədir mənim əzizim. Zaten bu nas dəlillər sizdə də var, bizdə də var. Sən başqa şey gətir mənə. Yox, bax qulaq as. Birinci dəfə Əbu Bəkir seçilən vaxtıda, düzdür? O şura yaranmışdı, düzdür? Bəli, Peyğəmbər sallallahu aleyhi və səlləmin necə mübarək o şuranı necə yaratdı? Qalmışdı ortalıqda. Onlar getdilər şura seçdilər, bəli. Yəni şura yarandı. Bax şuraya dəvət kimləri aldı? Əbu Bəkir idi, Ömər idi, başqa sahabelər idi. Osman orada olmadığını bilmirəm. Orada haqqında məlumatım zəifdir. Talha Zübeyir. Talha Zübeyir, bəli. Bu əshabə, bu şuranın bu şəxslərin olmasına kim dəstək verirdi? Yəni ümmət dəstəkləyirdi mi bunları? Əhsən, bax orada ixtilaf var idi. Bunu sizdə Səhih Müslimin 3-cü cildində səhv etmirəmsə ayarlar. Sən niyə əhl-i sünnətdən danışırsan? Sən bir dənə mən sənə öz kitabının dəlili verirəm. Bundan gözəl nə istəyirsən sən? Mən öz kitabım mənə bəs edir qardaşım. Mən sənə öz kitabın bəs edir. Öz əqidəndən danış. Sən danışığına əməlin təarruz yaradır. Sən deyirsən mənim öz kitabım mənə bəs edir. Mən də elə sənin bəs elədiyin kitabla dəlil gətirirəm də. Ay sən demək ki, həyəcanlanma da təbii edirəm. Qulaq as. Bilirəm zaten qəbul eləməlisən. Nə deyir? Öz kitabların nə deyir? Bizim kitablarımız, elə sizin kitablar, bizim kitablarda deyir ki, İmam Ali Əmir el-Möminin əleyhissalam Peyğəmbərimizi qusl-i kəfən edəndə qapıdan girdilər içəri. Dedilər ki, ya Ali, bəs cəmaət şura seçir, cəmaət xəlifə seçir. Əmir el-Möminin buyurur ki, o vacib deyil, vacibət Peyğəmbərdir. Və orada Abdullah ibn Abbas imamın əlini istəyir ki, əli ver, beyyət edim. Bizim hədisdə də budur. Sizdə Tarix-i Təbəri də bunu gətirir. Bir də Qurtubi bunu gətirir. Sadəcə oxumaq lazımdır mənim əzizim. Buyur davam elə. O şuranı dəstəkləyən başçı Ömər ibn Xəttab idi. Ki Ömər ibn Xəttab belə təyi göstərir. O şuranı haqq görürsən? O şuranı haqq görürsən? Bir tağut görürəm. Tağut görsən? Bəli. O tağutların içində İmam Əli də üzv oldu. Xeyr, üzv olmadı ki. Kim deyir üzv olmadı? Dəlil gətir, bəs Peyğəmbərin torpağını tapşırdı. Yaxşı. İndi bunu qoydum. Bu deyək ki, Əbu Bəkir də gəlmədi. Ömər də gəlmədi, Osman da gəlmədi. Yox, sual verirəm. Əgər Əmir el-Möminin əleyhissalam ora getdisə Peyğəmbəri, bəs qusl kəfən Peyğəmbərin bəs cənazə namazını kim qıldı? Bəs biz də onu deyirik ki, İmam Əli, Allah ondan razı olsun, o özünə xas olan işi gördü. Yerinə yetir, sonra gəldi, Əbu Bəkirə beyyət elədi. İndi mən sənə sual verirəm. İmam Əlinin Ay qardaş, necə beyyət eləyirsə ortadan 6 ay vaxt keçdi. 6 aydan sonra da beyyət eləmədi. Fərqi yoxdur. Özdə İmam Əli, Əbu Bəkirə 2 dəfə beyyət eləyir. Ay qardaş, dəlilin yoxdur, sən bax. Var. Necə oxuyursan bəs Əhl-i Sünnə mənbəsini? Gətir də. Gətir. Var da, oxumusan da, oxumamısan. Deyirəm, ay qardaş, demirsən var da, gətir də. Səhih el-Buxari, qulaq, Səhih el-Buxari xəlifə babında bax, xəlifətul babı var, xəlifətul babı. Eləməyib Əbu Bəkirə beyyət eləməyib. Qulaq as deyirəm sənə.
Hə. Səhih Əl-Buxaridə Xalifatul babı var. Səhv etmirəmsə 3-cü cilddə olmalıdır, amma cildləri fərqliliyi var deyə çapa görə fərqli eləyir. Əsas babıdır. Xalifatul babında deyir ki, İmam Əli radiyallahu anhu Əbu Bəkirə beyət etmədi. 6 aydan sonra xanım Fatimə Zəhra salamu əleyha şəhadətindən sonra beyət etdi. Amma bizim tarix bunu deyir ki, İmam Ali Əmirəl-Möminin əleyhissalam 6 aydan sonra beyət etmədi. Sadəcə müxalif çıxmadı. Yəni artıq döyüşmədi, öz qəsbini istəmədi. Necə ki İmam Qayda, bir yaxşı İmam Qayda yadıma saldım ki, İmam Əli bir yerə kimi öz xəlifəliyini beyan etdi. Dedi ki, mən olmalıyam. Şık-şıkkiyə xütbəsi buna canlı nümunədir. Şık-şıkkiyə xütbəsi həm sizə də səhihdir, bizə də səhihdir. Deyir, o kürsüyə mən layiq idim. Onlar mənim əbabımı məndən icazəsiz neynələr, geyindilər. Mənim gözümdə tikan, boğazımda isə sümük kimi dözdüm. Əgər İmam Əli razı etsə, niyə beləsən dözür? Səbəb nədir dözməyə? Ortada nələr olub? Və səhih hədis var ki, dövrün imamını qəbul etməyən şəxs cahiliyyət dövründə ölmüş olmuyor olur. Səhih Əl-Buxari və Səhih Əl-Müslim yazır ki, xanım Fatimə Fədək bağını əsasən Əbu Bəkirdən küslə dünyadan getdi. Əgər dövrün rəhbəri həqiqətən Əbu Bəkir etsə, xanım Fatimə ona dövrün imamını tanımıyor. Mən sənə sual verirəm. Bax, qardaş. Yox, sualıma cavab ver. Suala dalbadal verirəm. Suala cavab ver. Suala cavab da elə bu. Deyirsən ki, dövrün imamını tanımadan ölən, düzdür, cahiliyyət dövründəki ölmüş kimi sayılır, düzdür? Bəli, bu həm əhsizə də səhiyyə. Sən indi qulaq as. Sən dövrün imamını necə ad və ad tanıyırsan, yoxsa onun əlini sıxırsan, neyirsən, nətər edirsən? Mənə onun keyfiyyətindən danış da, keyfiyyətindən danış. Əhsən. Biz İsna Əşşəriyyə etiqadındayıq. İsna Əşşəriyyə 12 imamın 12-sini qəbul edir. Necə ki 12-ci imam sizdə də səhihdir, bizdə də. Sadəcə bizdə ümumiyyətlə çox bizdə səhv şeylər var, dəyişikliklər var. Siz deyirsiniz dünyaya gəlməyib, biz deyirik dünyaya gəlib. Və bizim beyyətimiz var, bəli. Yox, ondan danışmıram da, qardaş. Ümumiyyətlə vilayəti qəbul etmək, vilayəti qəbul etmək. Qardaş, sual versənsə, ya onu cavab verim, ya əgər sən sualı verib özün danışacaqsansa, denə ki, qardaş, mən sənə sualı papıtı verirəm, amma özüm danışıram. Mən sənin səbirlə qulaq asıram. Səbirlə qulaq asıram. Buyur. Səndən xahiş və tələb edirəm ki, mən danışanda da sən qulaq as. Necə ki, mən sən suallar var, cavab verirəm ki, sən artıq mövzunu dəyişirsən. Mən də sənə 2-3 dənə sual vermişəm və sən də suala cavab vermədən yenidən mövzu dəyişdirsən. Bu ədalət deyil, qardaş. Mən sənə verdiyim suallara cavab verir. Ən birinci sualım elə qalıb ki, Maidə surəsinin 3-cü ayəsi. Ondan sonra xanım Fatimənin fədək məsələsi. Qardaş, bu suallar Mənim danışdıqlarım heç bir sənə cavab deyil. Yəni cavab kimi qəbul edirəm. Deyir, bu cavab deyir. Çünki sən danışdığın özə ziddir. Sən deyirsən ki, xəlifəni Allah seçir. Dedim, əhsən. Peyğəmbərlər dedin ki, nas dəlil var. Dedim, əhsən. Mən demədim ya Allah seçir, qardaş. Sən niyə mənə şiratsan? Sən dedin ya Allah seçir. Kaydı çıxardım. Çıxart. Kaydı çıxardım. Sən dedin ki, xəlifəni zaten Allah seçir. Biz onun iddiasını zaten eləmirik ki. Sən böyle bir söz dedin mənə. Mən? Hə. Mən 4-5 dəfə təkrarlamışam. Ne qədər fikrim sən tutmamısan. Qardaşım, onda inşallah sən Allah seçir, biz iddia eləmirik dedim, nə qardaş? İddia eləmirik dedim. Kaydı çıxardı. Çıxart paylaş, problem yox. Kaydı olarsan. Çıxart paylaş. İnşallah çıxart paylaş, problem yox. Hə, sonra? Halallıq verirəm, çıxart paylaş, problem yoxdur. Yaxşı. Çıxartmasan tövbə eləyərsən, problem yoxdur. Yox, çıxardacağım, inşallah çıxarıb paylaşacağım. Hə, sonra? Sualıma cavab ver, mənim xahiş edirəm sənə. Sualıma cavab ver. Maidə surəsinin 3-cü ayəsində ən birinci sualım qaldı. Gəlmişik Musanın dövründə ucu. Qədirxumu da keçmişik. Mənim əzim, Maidə surəsinin 3-cü ayəsində Allah bu dini beləncə bəyənir, belə seçir. Və həmən vaxtda da Peyğəmbər sağ idi. Və sizin əqidəvizə görə Peyğəmbər özündən sonra xəlifə təyin etməmişdi. Əgər Allah bu dini belə bəyənirsə, Peyğəmbərin xəlifə təyin etmədiyini bəyənirsə, Əbu Bəkir niyə özündən sonra xəlifə təyin etdi? Peyğəmbərdən çox bilirdi. Yoxsa Allahdan çox istəyirdi bu dini. Buyur inşallah. Alo. Alo. Nəsə qardaş. Sənə göndərim aşağı.
Yəni sualın birincisi yarımçıq qalır mənim əzizim. Sualımın birincisi yarımçıq qalır. Mənim dövr Musaya apardın. Mən müntəzir qoşuram sənə mənim əziz qardaşım. Qoşuram, qadan alaram sən. Qoşuram səbirli ol. Sadəcə mən bəhs eləyəndə mən tək-tək eləyirəm. Sadəcə mənim səbirliyəm deyə mən qarşı tərəfi diqqətlə qulaq asıram. Diqqətlə. Ki sonra problem yaranmasın. Sualın birincisi bax bu idi ki, Allahu Teala Maide surəsinin 3-cü ayəsində onu da mən onun video şəkildə də paylaşmışam ayə ilə. Deyirəm ki, Allah Maide surəsinin 3-cü ayəsində bu dini bu cürünə bəyənir. Belə bir ayə nazil edir. Ayə də Peyğəmbər sağlığında zaten nazil olub. Və əhl-i sünnənin etiqadında da Peyğəmbər özündən sonra xəlifə təyin etmədi. Əgər Peyğəmbər özündən sonra təyin etmədiyi halda Allah bunu belə bəyənirsə, nəyə görə Əbu Bəkir özündən sonra xəlifə təyin etdi? Axı Allah bunu belə bəyənməmişdi. Bu suala niyə cavab gəlmir? Niyə bu sualı siz fırladırsınız? Qədir xum filan, bəsməkan, çıxırdıq az qala zər aləminə.